NATO-nun baş katibi Amerika Birləşmiş Ştatları və Rusiya liderləri arasında telefon danışığını müsbət qiymətləndirib. NATO-nun baş katibi Mark Rutte, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla Rusiya lideri Vladimir Putin arasında telefon danışığını Ukrayna münaqişəsinin imzalanması üçün müsbət addım hesab edir. Qeyd edək ki, mayın 19-da Donald Trump və Vladimir Putin arasında telefon danışığı baş tutub. Trump, Ukrayna münaqişənin həlli prosesinə mane olmamaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirmədiyini vurğulayıb. Rusiya prezidenti isə öz növbəsində Amerikalı həmkarı ilə söhbətin çox konstruktiv keçdiyini deyib. Kremlin məlumatına görə telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları və Rusiya prezidentləri Ukrayna münaqişəsinə daxil olmaqla bütün məsələlər üzrə dialoqun davam etdirilməsi və gələcəkdə şəxsi görüşün təşkilinin mümkünlüyü barədə razılığa gəliblər.